Ya Allah, hörmətli izləyicilər, sizləri Maştağa Buzovna yolundan salamlayıram. Əsas yola çox yaxın bir ərazidə belə bir səliqəli yaşayışlı 2 mərtəbəli ev satışdadır. Marşrut xətti də gördüyünüz kimi marşrut xətti evin tam qarşısından işləyir. Ərazi super bir ərazidir. Marşrutu haqladım ha. Qapının ağzına kimi asfaltı var. Maşallah, həqiqətən super bir ev eşidir. Əşyalı satılır dostlar. Evdən heç bir əşya götürülməyəcək. Nə görürsünüzsə, yəni bütün əşyalar evdə qalacaq. 3 sot torpaq sahəsində tikilib. 3 sot torpaq sahəsində. Bax, gördüyünüz bu ərazidə obyekt də tikmək olar. Yəni bir də qeyd edirəm, əsas yolun qapını açırsan marşrut xətti evin tam qarşısından işləyir. Az öncə gördüyünüz kimi. Qiymətini istəyirəm qeyd edim. Qiymət olaraq dostlar, əşyalar da bahalı əşyalardır. Əşyalı 182.000 manatdan satışa çıxır inşallah. 182.000 manatdan. Real alıcıya inşallah yaxşı indirim olar. Əlaqə nömrəm də səhifəmdə qeyd olunub. Fikir ciddi olanlar mənimlə əlaqə saxlasınlar. Hər büdcəyə uyğun da satışda evimiz var. Qoy qapını döyüm ki, bilsinlər ki, gəlirik. Həqiqətən super bir ev eşidir. Allah alana da satana da xeyir versin inşallah. Bu gördüyünüz evin qonaq otağıdır. Maşallah geniş və səliqəlidir. Bir də qeyd edirəm ki, gördüyünüz bütün əşyalar evdə qalacaq. Heç bir əşya evdən götürülmür. Xanımların çox sevdiyi bir yer, mətbəx. Maşallah, işıqlı evdir. 182.000 manat. Gözəl rəqəmdir mənim fikrimcə. Burada bir yataq otağıdır. Gördüyünüz yataq otağıdır. Hamam ayağı olu buradadır da, oranı göstərmirəm. Daxil olaq ikinci mərtəbəyə. Oraydan da monolit betondur. Həqiqətən möhkəm tikilmiş bir evdir ya. Ay maşallah. Qardaş köç eləyib. Biraz evdə əşyalar çoxdur. Dostlar, mebellər evdə qalır. Əşyalar evdə qalır. Bahalı əşyalardır. Bir də qeyd edirəm. Yataq otağı. Burada ikinci mərtəbənin sanuzeli. Bu gördüyünüz də üçüncü bir yataq otağı. Burada da dördüncü bir yataq otağı. Otaq maşallah çox genişdir otaq. Əlaqə nömrəm səhifəmdə qeyd olunub. Fikir ciddi olanlar mənimlə əlaqə saxlasınlar. Hər büdcəyə uyğun satışda evlərimiz var. Videonu izlədiyiniz üçün təşəkkür edirəm.